3'ü 4'ü. Filtrasiya zamanı Bilirsiniz, Tünzalə filtrasiyasından əlavə tarixdə qalacaq, necə düşünürsünüz? Tünzalə, Artıq qalıb. bilirsiniz, Yox, Tünzalə hələ əslində gəncdir. Qalıb yox, Gəncdir. düşüb. Eyni Hə? zaman Tünzalə gəncdir, onun göstərəcək. özündən asılıdır, onun yaradıcılığından asılıdır. Məndən və zaman göstərəcək onu. Və əlbəttə ki, bu lazımdır. Amma yenə də heç kim qarantiya verə bilməz ki, Zamanında Halim Qasımovu çox qınayırdılar da, düzdür? Çünki düzdür, o muğam bəlkə də xalq mahnılarından birbaşa əlaqəlidir deyə. Halim Qasımov muğamları tamamilə fərqli üslubda ifa eləyəndə zamanında kifayət qədər ondan yaşlı nəsil onu qınayırdı ki, bu nədir, bu necə ifa tərzidir. Amma gəlin onunla razılaşaq ki, bugün bir çox xarici ölkələrdə Azərbaycan muğamı deyiləndə bir dənə bəlkə sənətkarın adı yada düşür, o da Halim Qasımov. Mən demirəm ki, o birlər yaxşı oxumurlar. Onların içində kifayət qədər öz sənəti ilə, peşəkarlığı ilə seçilənlər var. Amma sadəcə o fərqlilik deyirlər də. Hətta muğamın özünə yenilik qatanda bunun özü xarici dinləyici üçün söhbət təkcə Azərbaycandan getmir ki, biz dünyavi ölkədə yaşayırıq, dünyavi cəmiyyətdə yaşayırıq. Dünya, belə deyim də, tamaşaçısının diqqətini nə qədər dəyişə bildi? Ona görə bu nəyi pisdir? Yox, əlbəttə ki, Halim Qasımovun da çox böyük zəhməti var, təbii, amma muğamla maraqlanmaq Azərbaycanda konkret olaraq muğam festivallarının keçirilməsi ilə bu lap konkret olaraq lap yerinə düşdü və bütün dünya bu günləri zəng edirlər Milli Konservatuarda muğam Bir öyrənmək. dənə də şey mən deyim, bəlkə çox danışıram, yəni mən musiqiçi deyiləm də. yox, çox danışmırsınız, xoşdur, buyurun. Amma məsələ bax, Gövhər xanım çox gözəl dedi, baxır o işi kim görür? Bəli, bəli. Təkcə bugünkü bizim 20-ci, 21-ci əsrimizdə deyil. Tahirə xanım dediyi kimi, orta əsrlərdə də bu xalq mahnıları dəyişməyə başlayıb. Götürək, mən şeirin deyirəm. Arpa çayı dərin olmaz, axan sular sərin olmaz. Tamam, yalandır. Məntiqsizdir. Arpa çayının sahəlinə mən böyümüşəm, 6 yaşımda kim oradaydım, Qıjovu mənə aparırdı, bu bir. Amma ikinci məsələ, kim deyir ki, axan sular sərin olmaz, yalan sözdür. Əksinə. Əksinədir. Amma sən demə, bunu bir yazan şair, ya bəlkə də olan o rəhmətli birinci yazan düz yazıb, sonra ona barmaq eləyən düz eləməyib. Nəyə görə? Sən demə, kişi demək Sara kimi gəlin olmaz. Sara kimi gəlin olmaz deməkdən ötürün, bu saxtalaşdırıb ki, arpa çayı dərin olmaz, axan sular sərin olmaz. Ya da ki... Və niyə onu zamanda daşlamayıblar ki, bu niyə yalanlar Nə bizə yazırsın? daşlamayıblar? Daşlayıblar, Necə kimdir daşlayırlar? O tarixdə qalıb sadəcə olaraq. Yox, məsələ bundadır ki, çox belə o ruslarda bir söz var, deyir, durnoy prizmer zarazitelin, noy pauşitelin. Məsələ bundadır ki, adamların yaddaşında bəzən obrazlı deyiliş qalmır. Məsələn, tax ki, üzündə göz yeri var, sənə kim baxdı yarım, deyilən kimi gözəl obrazlar qalmır, yüngül sözlər yadda qalır. Bax, o yüngül sözlərin, o ritmə, hər deməli söz oyununu şeir adı ilə bu millətə biz sırmışıq bizim əcdadlarımızdan bəziləri və o yadda qalır. Məsələn, məlumdur ki, ceyran düzdə olar, dağda olmaz. Xalq mahnısı deyir ki, uca dağların başında ceyran balalar. Ceyran uca dağ başında nə iş görür? Orada ceyran balalaya bilməz. Yəni görülür ki, maral balalar deyəndə burada səsləşmədə düz olmayıb deyin. Yəni bizim bugünkü xalq mahnılarından sözlərində bu cür təhrif olunmuş şeylər çoxdur. Amma eyni zamanda da və bu təhriflər də gəlib musiqilərdə də görün, təhriflərə yol verilir. İndi gəl bir gün Basıyamış müəllim çox gözəl deyir, arxivdir o. Bilsən, ola bilər ki, bir 100 ildən sonra, 1000 ildən sonra elə bir cihaz yaranar ki, qayalarda, daşlarda qalan o ritmləri, o dalğaları tapar, oxuya bilər, onu Allah bilir. Amma biz bir gün axtarsaq, ola bilsin ki, Sarı Gəlin mahnısının sözləri başqa cür olur. Ola bilər ki, musiqi biraz başqa şəkildə olur. Yəni biz bunu deyə bilmərik. İndi biz gənclərdən də danışdıq. Yeri gəlmişkən mən icazənizlə Azad Azərbaycan Teleradio şirkətində çalışan teleradio aparıcı Azər Şirinə sözü verəcəm. Söz demişkən bir sıra müasir kitlər üçün o sözlər yazıb. Buyurun, eşitdiklərinizlə bağlı. Təşəkkür edirəm, çox sağ olun. Nəhayət ki, mənə də söz verildi. Mən o ampuladan çıxış eləmək istəmirəm, sadəcə bir dinləyici kimi çıxış eləmək istəyirəm. Əgər bizim musiqimizin gələcək nəslə düzgün şəkildə, doğru şəkildə və onların qəbul eləyəcəyi şəkildə çatdırılmağından gedirsə, bunu mən bir bənzətmə vermək istəyirəm. Əgər bir uşaq, məsəl üçün, yeməyi yemirsə, hansısa bir yeməyi bəyənmir, onu, məsəl üçün, çörəyin içində gizlədirlər, nəyin içində gizlədirlər və ona təqdim edirlər və o yeməyi qəbul eləyir.
bilmədən ki, onun içində, yəni şuuraltı olaraq dərk eləmir, bilmir, amma onu qəbul eləyir. Biz də gələcək nəslə əgər aşıq musiqisinin ilkin variantını, ilkin versiyasını sevdirə bilmiriksə, onların qəbul eləyəcəyi şəkildə təqdim eləməliyik. Bu, eləməliyik deyəndə bu bizim borcumuzdur. Biz deyəndə, yəni, üzr istəyirəm, sizlərin, yəni bu işin mütəxəssisi olan insanların borcudur. Biz burada otururuq, danışırıq, söhbət edirik, müzakirə edirik və bəlkə də kimsə qınayırıq. Amma biz özümüz nə edirik? Buna toxunmaq lazımdır. Hər kəs deyir ki, bunu eləmək olar, bunu eləmək olmaz. Amma biz bunu mənə elə gəlir ki, həmin eləyən şəxsləri burada deyil, birbaşa qınamaq lazımdır. Və yaxud da ki, hansısa bir qurum olmalıdır, hansısa bir, belə deyək, təşkilat mı olmalıdır ki, o mahnılar senzur olmalıdır, bəli. O mahnılar və yaxud da o musiqilər, o sözlər cəmiyyətə təqdim olunmamışdan öncə mütəxəssislərin əlindən keçməlidir. O zaman bizim haqqımız var deməyə ki, bax, bu mahnını biz gələcək nəslə sağlam şəkildə ötürdük. Yox. Mən üzr Sizin istəyirəm. çalışdığınız radioda, Söhbət, televiziyada və başqada varmı? Razılaşıram, amma bizim bugün mövzumuz kommersiya radyo televiziya deyil. saatları Bugün var. bizim mövzumuz musiqi, yəni milli Yəni həmin musiqilərimizdir. senzura burada olmalıdır. Amma yaxşı sualdır ki, ilk növbədə televiziyada, radioda Televiziya, olmalı. Başa radyo düşürəm, işi amma deyil. televiziya Əgər mahnı olmalıdsa, gəlməmişdən digər öncə. tərəfdən Tünzalə xanım, bəs demokratiya, senzura bəlkə heç lazım deyilmi? Yox, üzr istəyirəm. Mən fikrimi O tamamlaya senzuranı bilərəm. o qədər demokratik insanlar, əsl professionallar oturmalıdır ki, o şəxsi qərəzlik sözü olmasın. Bəs kim onları təyin edir? Hər şey şərtidir axı həyatda. Söhbət gedir 70-ci illərdən. Aranjovkadan elirdim partituranı. Biz onunla yaşayırdıq da. Gəlirdik teleteatrda Rafiq Cəbiyev vardı. Allah rəhmət. Sağdırsa Allah ömrünüzün eləsin. Ha. Verirdik. Dövlət bizə onu 45 manat maaş verirdi. Ona görə 45 manat böyük pul idi ya, yaxşı böyük. Yəni ki, və sonra həmin orkestrovkalar dinlənilirdi. Yəni ki, onda bir dənə televiziya idi, ASTV idi. Onda deməli kim idi? Tofiq Kuliyev idi, Bədii Şura vardı. Qulaq asırdılar. Ya oxuyanın oxumağı səsi düzdür, deyirlər, bunu təzədən yazmaq lazımdır. Ya orkestr pis çalıbdır, ya əsər ümumiyyətlə lazımdır. O da bir həqiqətdir ki, o zaman Bədii Şura deyilən bir Vaqif Mustafazadəni yada salmaq lazımdır. Orada da müəyyən qruplaşmalar var da, Bəli. burada danılır. Mən başa düşürəm. İnsani faktor çox böyük rol oynayır. Mən sizi başa düşürəm. İlyas Tapdıq idi, Şəbnəm Tapdıq efirlərdə idi. Bu heç kim üçün sirr Yox, deyil. mən sizi başa düşürəm. Ona görə Yəni o Bədii Şuranın olmağı bəlkə də belə deyim də simvolik şəkildə düzgündür, olmalıdır ki, nəsə nəzarət mexanizmi olmalıdır. Amma bunu bir mənalı şəkildə 5 nəfərin ixtiyarına verir ki, sadəcə olaraq bunun üçün resept kimi sonra bunu ki, bu düzgün Bədii deyil. Şuranın üzvləri seçim mexanizmi tapılmalıdır. Mexanizm biraz fərqli olmalıdır. Amma əvvəlki kimi 5 nəfər Amma elə senzura Sovet dövründə Azərbaycanda Vaqif Mustafazadənin yaradıcılığına maneələr yaradırdı. Yenə də orada kimsə kiməsə nə bilim tapşırığı Sovet İttifaqında isə Vysotskiyə misal Burada üçün. radiolar, bugünkü radiolarımız VJ-lərin, DJ-lərin əlinin altındadır da, belə desək, sadə. Siz Azad Azərbaycan radiosundan narazı deyilsiniz ki? Yox, Bir dəqiqə, mən sizə bir dənə dəqiq söz deyim. O ilə hər şey mənə elə gəlir ki, aydın olacaq. Bilirsiniz, bax deyirsiniz ki, belədir. Mən sizlə razıyam. Orada ola bilsin hansısa bir qohumbazlıq ola bilərdi. Amma bununla belə Azərbaycan mədəniyyətinin ən pik zirvəsi 70-ci illər idi. Təşəkkürlər. Və Vahid müəllim, siz əlavə etmək istəyirsiniz. Buyurun. Bu senzuranı elə bir şəkildə sarıblar ki, senzura olub düşmən. Senzura nədir? Senzura olmayan yerdə senzurasızlıq baş alıb gedir bu bir. Tapın, bir 50 nəfər normal adamı oturdun orada. O kişiləri kim tapıb, kim təyin eləməlidir və yaxud da kim Qurana seçməlidir? əl bassın, desin ki, bax mən and içirəm bu Qurana, dədəmin görünə, nənəmin ruhuna ki mən vicdan hələ sonra Əlini vicdanın üstünə qoysun danışsın, ki desin ki, vicdan görükmür axı. Vicdan görükmür. Desin ki mən filankəs olub, filankəs qızı burada qohumbazlıq eləməyəcəm, tayfabazlıq eləməyəcəm, rüşvət almayacaq. Hamını and içməyə Bəy, işə gətirsən, gəlmiş sizin olmadı. Bəli. Çox üzr istəyirəm. Konkretlərim üstünə, yoxsa Bütün televiziya bunların həlli Evet. nədədir? Efirə keyfiyyətsiz musiqi buraxılmasın. Ha qardaş, otursunlar. Bax, Sovetin vaxtında olduğu kimi otursunlar orada, peşəkar bəstəkar musiqiyə qulaq assın, peşəkar şair şeiri oxusun. Bir sənə baş verir.
Nə baş verir? Büyük məsələn bir də görürsən ki, mən o mahnı uşaq vaxt eşitmişdim. Böyük sənətkarların dilindən. Bir də görürsən təzə bir əldə qarma bir bəstəkar çıxıb ortalığa deyir mən yeni mahnı yazmışam. Sənin canın. Həmin köhnə mahnının ardınca tapıb. Andolsun Allah bilsə neynirlər. O uşaqlar bəlkə bunu bilməyəcəm. O qram plastinka var deyə 76 abarot var, bir də 32 yadına gəlir də. Qoyurlar 76 abarotu salı 32 mahnının ritmini dəyişirlər. Həmin köklüyü elə onun bir balaca sürətin artsan gəlib o mahnıya çıxacaq. Belə olmaz eləmək. Yəni əgər Çox sağ ol. Amma əgər o studiyada, əgər o bədii şurada oturan bəstəkar olsa, peşəkar olsa, deyər ay başlığa dönüm sən niyə bunu bizə soxuşdurursan? Axı bu falan vaxtı bunu falan kəs oxuyubdu. Ona görə bizə senzura deyəndə mən demirəm, Sovet rejimi qayıtsın, KKB qoyaq qapıdan, NQB baxsın, görsün kim gəldi, kim getdi. Yox. Yəni Azərbaycan xalqının gələcəyi naminə, bizim bu böyüyən uşaqların inkişaf eləməsi naminə mədəniyyətimizi qrafomanlara qurban vermiyor. çox sağ ol. Mən bir şey arzulayardım, yəni burada gənclərimiz oturub və bəlkə də biraz sual formasında verəcəm. Hər şey gəlir təbliğata və tanıtıma, bugünümüzə bayaqdan danışırıq, nəsildən nəsilə irsimiz keçir. Nə formada keçir, nə qədər biz onun qayğısındayıq. Və bugün yenə də hər şey gəlib dayanır günümüzün televiziyasında və radiosunda. Mən çox arzu eləyərdim ki, bizdə sırf klassik musiqiyə xidmət edən radiomuz olsun. Hər zaman açıq. Yəni dünyanın Siz indi Nuşrava müəllimə müraciət edirsiniz. Olsun da, olsun, elə də olsun. Sırf Milli Teleradio Şurasından. Mənə maraqlıdır. Mən bilirəm ki, bugünkü gənclərimizi sual versək ki, show biznesdən hansı müğənniləri tanıyırsınız? Amma klassik musiqilərlə bağlı məlumatımız çox azdır, düz deyirsiniz. Hətta bizim deyirsiniz. tanımadıqlarımızı bizə deyəcəklər. Amma siz Fikrət Əmirovun nələr etdiyini, Üzeyir bəyin nələr yazdığını, nələr etdiyini və həyat, ümumiyyətlə həyatları necə yaşayıblar, yaradıcılıqları nədir, bizə qoyduqları irs nədir? Bunlar haqqında mən sual versəm, mən biraz... Bu təbliğ olunmalıdır, amma yenə də lazımdır bunlar. Bu çox böyük, geniş mövzudur, başqa bir mövzudur. Nəsildən nəsilə, hanı nəsildir? Azər, buyurun. İcazə versə bir, yəni gənclərə müraciət elədiniz, gənclərin adına mən bir Və kəlmə demək qısa, istəyirəm. buyurun. Əgər siz düz buyurursunuz, doğru buyurursunuz, əgər gənclərimiz bu günləri sizin dediyiniz bizim görkəmli sənətkarlarımızın əsərini bilmirlərsə, bizim qədər sizin də günahınız var. Mən deyərdim nəyə görə deyəcəksiniz. Əgər siz burada xalq mahnılarını belə deyək, bərbad şəklə salan insanların adını çəkib onları qınaya bilmirsinizsə, o zaman sizin də gənclərdən onları tanımaq istəməyiz. Mənə Axı, gəlir ki, məsələ haqqınız yoxdur. fərqlərdə deyil, Azər, Yox. məsələ fərqlərdə Bilirsiniz deyil, necə? məsələ O prosesdədir. mahnıların təbliğatı efirdən çıxacaq. Yox, təbliğatı efirdən çıxmayacaq, amma ən Onda niyə azından özünü ictimai qınaq küçələsin deyilən ki? bir şey var. Yox, siz Niyə sadəcə özünü fikrə təsir göstərə Mənə görə bilərsiniz. O məsələ problemə fərqli Heç diqqət bir Təsir təsir icazə olmayacaq. Gövhər xanım, problem Onda elə gəlin, onda gəlin heç nə eləməyək, elə necə Gövhər gəlin belə xanım, də getsin. problem haqqında danışmayan da o həll olunmur. Bilirsən bəzən nə Emin, olur? Yəni mənə bu görə belə hesab məsələ edilir. filankəsi Buyurun. filankəsdə Bilirsən deyil, bəzən- fərqdə deyil. Və Vahid Prosesdə müəllim danışır, səbəblər- buyursun. Bilirsən bəzən nə olur? Bilmirəm deyin. Adı çəkməklə nə Onlar olacaq? O təzə məsələ reklam düzələcək Yox, mi? deyirsən, açıq, bilirsən Reklam bəzən nə eləyirlər. olur? Bir mahnı çıxmışdı ola. De, Bir mahnı vardı, amma anan bilməsin. Yadınıza gəlir. Niyə? Qardaş, dayan görüm. Əzbərdən bilir. Çıxartlar ortalığa ki, gəlim səni aparım bizim evə, nə amma anan bilməsin. Başladılar bunu məsxərəyə qoymağa. Məsxərəyə qoymağa. Gecə gündüz bunu Təbliğ təbliğ eləməyə. elədilər. Bəli. Sonra dedilər ki, bay bu Sevdirdilər. Ad nə qədər çəkilmirsə, o qədər problemlər yaranır bu bir. Deyirsiniz ki, Yaxşı, çəkin, siz ad filan- çəkin bir jurnalist Yox, kimi. Bizim ad Gəlin çəkməyimiz verilişi yox, çəkir yəni. qutara, sonra o Bugün reseptlərlə Azərbaycan- Siz çəkirsiniz ad Emin, çəkirsiniz. bugün bizim adlarımız ən azından yazılara baxın, mən bir-birində Ya bilirəm, sizə həqiqətən böyük hörmətim var və Bəli, bilirəm ki, bəli. cəsarətli jurnalistsiniz. Kifayət qədər Ad çəkirsiniz. Makosundan tutmuş, takosundan tutmuş kimlər var bugün? Nə qədər adı, nə bilim, Vasosu var, kimi var? Mən konkret ad çəkib Kimi qınayırsınız ki, xalq mahnılarını dəyişir? Dəyişilir Siz kifayət- eşitmirsiniz, məni? Mən eşidirəm sizi. Mənim dediyim odur ki, yeni aranjmanda bir çox Bilirsiniz, qeyri-peşəkarlar var. Onların adını çəkməyə... Mahnılara, xalq mahnılara Var, müraciətdən var, söhbət var, getmir. Bunlar çox... Hansı mahnını kim dəyişib, hansı xalq mahnısını elə bir tərzdə dəyişiblər ki, sizin xoşunuza Mən gəlmir. sarı gəlinib bir çox ifalarda Kim? bəyənməmişəm. Siz deyirsiniz ki, Çoxu- ad çəkmirlər, amma özünüz Ad də çəkirəm, çəkmirsiniz. tutaq ki, bu mənim fikrimdir. Kim razılaşmır özü bilər. Çoxları üçün Sevda Ələkbərzadə belə deyim də ifası da nə bilim ifa tərzi də fərqlidir. Bayaq deyildiyi sarı gəlini tamamilə dəyişib. Mən o ifada sarı gəlini qəbul eləyə bilmirəm. Mən resept vermirəm. Amma mənə belə gəlir ki, bu baş verən bütün bu əyintilərin kökündə
mədəniyyətin bazar münasibətlərinə qurban verilməsi dayanır. Yenə deyirəm, senzura olmalıdır, yəni müəyyən bir çərçivəyə salınmalıdır, hədd Və olunmalıdır. çox üzr istəyirəm. Arxasınca gedirik. Kütlənin arxasınca getmək lazımdır. Kütlənin öz arxanca getmək. Mən sizlə razıyam tam. Və yekunlaşdırırıq. Düşünürəm ki, çox maraqlı söhbətimiz oldu, amma son sözünüz yekun olaraq çox qısa. Nədən başladıq, elə onunla da bitirək, görək. Üst-üstə düşür bizim o cavablarımız. Buradan başlayaq, yoxsa sizdən? Yox, bığdan başlayaq. Ha, bığdan başlayaq. Hardan başlamışdı, gəlin elə oradan da başlayaq bitirməyə. Siyavuş müəllim, xalq mahnılarını, musiqisini, sözlərini hardasa ona dəyişmək olar, yoxsa yox? Söhbət tək aranjmandan getmir, amma bəzən dediyimiz kimi aranjman da təsir göstərə bilər. Yox, bayaqları Gövhər yaxşı söz dedi, müraciət. Yəni düzgün, yəni ifadə düzgün ifadədir. Yəni sözləri niyə dəyişilməlidir? Düzdür. Sözlərində hansı halda dəyişiklik eləmək olar? Əgər orada mahnıda söhbət oğlandan, bəydən və yaxud xanımdan gedirsə və bunu əks cins oxuyursa, onda orada o qız sözünü oğlanla, oğlan sözünü qızla əvəz eləmək. Oxuyanı pis başa düşməsin, hə? Yox, onda deməli gəlir onacıq kişi oxusun. Çox sağ olun, təşəkkür edirəm. Əlavə sözünüz yoxdur? Buyurun. Suala cavab verin. Bəli, eyni sualını. Mən belə gəlir ki, xalq mahnılarımız olduğu kimi, deməli... Olduğu kimi deyəndə nəyə nəzərdə tutursunuz? Buyurun. Olduğu kimi, yəni sözləri bugünə qədər artıq təsdiq olunmuş formada və melodiyası, ritmi də bərabər olduğu kimi motiv toxunulmamalıdır. Amma deməli istifadə olunaraq, müxtəlif janr musiqilərdə istifadə olunaraq hər hansı bir janrda, yəni hər hansı bir janr bu musiqini istifadə eləmək imkanı var. Yəni xalq mahnılarının, bəli, xalq mahnılarına müraciət etmək üçün janr və texnika seçimi yoxdur. Yəni hər kəs buna müraciət edə bilər. Mənə belə gəlir ki, bu işlə ancaq və ancaq peşəkar, mütəxəssis musiqiçilər qeyd edirəm. Mən bura demirəm diplomlu bəstəkarlar ya filanlar, bunu qarışdırmasınlar. Peşəkar, artıq mütəxəssis zirvəsində olan musiqiçilər məşğul olmalıdır. Təşəkkür edirəm, çox sağ olun. Azər, buyurun, siz də söhbətdə xeyli iştirak etdiniz, ikiniz də. Mən də öz fikrimi bildirmək istəyirəm, sonunda yekun olaraq onu demək istəyirəm ki, Gövhər xanımın fikrinə tamamilə qatılıram. Mən də düşünürəm ki, özü təməl dəyişməməlidir, amma hardasa müraciət eləmək olar və onu bəziyib gənc nəslə onların qəbul eləyəcəyi tərzdə təqdim eləmək olar, nəinki olar, vacibdir. Bəziyib necə yəni? Aranjman baxımından. Bəli, söhbət aranjmandan gedir təbii ki. Buyurun. Ümumi mahiyyətinə dəymədən, xüsusilə də sözlərinə o qədər toxunmağa ehtiyac yoxdur. Toxunmadan dəyişmək, ona müraciət eləmək, yeni aranjmanda, yeni musiqi alətləri ilə dəyişmək, bir qədər də daha belə deyim də müasir dinləyicinin zövqünə cavab verəcək şəkildə eləmək vacibdir, lazımdır və bundan sonra bu istiqamətdə professional şəkildə işləmək lazımdır ki, o bayaq dediyimiz problemlər meydana çıxmasın. Çox sağ olun, təşəkkür ederim. Buyurun. Mənim bir daha fikrim budur ki, istər xalq mahnısı olsun, istər xalq sənəti olsun, istər siyasət olsun. Onu iki şeydən qorumaq lazımdır. Xam adamdan və maddi maraqdan. Təşəkkür ederim. Çox maraqlı fikrinizə görə. Buyurun Tüzalə xanım. Bu sözlərdən Sonda biz xahiş etməyəcəyik ki, siz mahnı oxuyasınız, sadəcə olaraq fikrinizi sözlərdən sevmiyorum. qaynaqlanaraq, o ki qaldı oğlan-qız məsələsinə, gəlin onda arxivlərdən də biraz diqqətli olaq və o cür yanaşma varsa, onları götürək və var, mən sizə əmin eləyirəm. O ki qaldı xalq mahnılarına. Xalq mahnıları doğrudan da irs olaraq, xalqımızın dəyəri olaraq, xəzinəmiz olaraq biz onu qoruyub saxlayırıq, nəsildən nəsilə keçiririk və bayaqki dediyim o ikinci proses, bugünün prosesi, buradan baxış, profesional baxış, bugünün nəbzi ilə, ritmi ilə, dünyanın dilində özümüzü təqdim etmə üslubları çox sağlam və profesional olmalıdır və maddi və cahillikdən, maddi maraqdan və cahillikdən kənar bu proseslər olmalıdır. Kommersiya gedirsə bu işlər, hamısı çox bərbad şəkildə olacaq. Yəni savadlı, sağlam təfəkkürlə, sağlam baxışla və kimliyinə, tarixinə, kökünə düzgün yanaşma ilə, o münasibətlə işlər olmalıdır. Çox sağ olun, təşəkkür ederim. Çox sağ olun, hörmətli qonaqlar, əziz dostlar. Ümumiyyətlə,
maraqlı fikirlər səsləndi burada, yanaşma biraz fərqli oldu və bəlli oldu ki, bütövlükdə biz ümumiyyətlə nə musiqinin, nə sözləri dəyişmirik, amma baxmayaraq ki, bizim bəzi qonaqlarımız bəzi adı çəkilməyən sənətçilərdən bir qədər narazıdırlar. Hər halda çox böyük məsuliyyətdir, bu nəsildən nəsilə keçir, bunu qorumaq lazımdır. Xalq mahnılarımıza qarşı, musiqimizə qarşı gəlin diqqətli olaq. Ümumiyyətlə, keyfiyyətli işə, keyfiyyətli ifalara üstünlük verək. Hamınıza xoş əhval-ruhiyyə arzu edirəm. Yenidən 22-ci saat tok şousunda görüşmə ümidi ilə. Sağ olun.